Nərimanov rayon məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aygün Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məlumata görə hakim Anar İbadszadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxs keçmiş əri ilə aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirməkdə ittiham olunub. İş materiallarına əsasən hadisə bu il paytaxtın Nərimanov rayonu ərazisində yerləşən küçələrin birində baş verib. Aygün Babayeva ilə keçmiş əri zərər çəkmiş İftixar Şərifov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən kişinin sifət nahiyəsinə əli ilə bir dəfə zərbə endirib. Hadisə nəticəsində zərər çəkmiş şəxsə üst dodağın selikli qişasının iri ölçülü əzilmiş cırılmış yarası şəklində bədən xəsarəti yetirilib. Məhkəmə tibbi ekspertiza rəyi ilə müəyyən olunub ki, həmin xəsarət cərrahi tikiş qoyulmasını tələb edib və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib. Məhkəmənin hazırlıq iclasında zərər çəkmiş İftixar Şərifov da çıxış edərək hazırda təqsirləndirilən şəxslə barışdıqlarını təsdiqləyib. O bildirib ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və hazırda Aygüna qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmənin hökmü ilə Aygün Babayeva cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Qeyd edək ki, ad və soyadlar şərti verilib.